Deməli, nə keçirik? Yəni, biz sizinlə dərsi maksimum bölüb tikə eləyib keçirik. Tikəliyirik, bundan artıq xırda tikə eləmək olmur. Deməli, müxtəsər masturlarla istifadə edərək tam kvadrata ayırma var. Bunun üçün siz müxtəsər masturlarını normal bilməliydiniz ki, biz kvadrat üçhədlidən ikihədlinin tam kvadratını ayıraq. Yəni, məsələn, x kvadratı üstə gəl 4x plus 7. Bu kvadrat üçhədlidir. Dərəcəsi 2 olduğu üçün buna deyirlər kvadrat üçhədli. 3 dənə həddən ibarət. Biz bu ifadələrdən a plus və yaxud da ki minus b-nin kvadratını ayırmağa çalışacağıq. X kvadrat üstə gəl 4, 2x kvadrat. Buyur, nəsə deyirsən, de görüm. Hə, de görüm, nə demək istəyirəm? Biz bilirik ki, bax, buna iki hədlinin kvadratı deyirlər. Bu iki hədlinin kvadratıdır. Açılışı da budur. Plus da plus, minus da minus olur. İndi mən bunun içindən, hə, buna x plus 2-nin kvadratı deyirsən. X üstə gəlsin 2x kvadratdır. Xeyr. Onu ayırmağa çalışırıq. Deməli, bax, x kvadratı üstə gəl 2 vur x vur 2 deməkdir. Bu düsturda 2AB deyil. 2 düsturun ikisidir. Bu 4-ün ikisini götürdüm. Yerdə qaldı 2x. Birinci x-dir, ikinci oldu 2. 2-nin kvadratını əlavə elədim, çıxdım. Bunu özüm əlavə eləmişdim və çıxdım. Misala, mən nəsə dəyişə bilmədim. Məqsəd nədir? Məqsəd, buradan bura qədər altından xətt çəkdiyim hissə, x üstə gəl 2-nin kvadratını verir. Altından xətt çəkdiyim hissə. Düzdürmü? Bu neçə eləyir? Mənfi 4 üstə gəl 7. Yəni, x üstə gəl 2-nin kvadratı üstə gəl 3. Yəni, mən kvadrat üçhədlidən iki hədlinin tam kvadratını ayırdım. Bu prosesin adı belədir. Kvadrat üçhədlidən iki hədlinin tam kvadratının ayrılması. Buyur. Orada məsələn, üstə gəlsin 2-nin kvadratı yazmışsa, sonra çıxılsın 2-nin kvadratı. 3 olsaydı 3-ün kvadratı. Məsələn, tutaq ki, x kvadratı minus 6x plus 17 yazıblar. Deməli, x kvadratı 2 vur, x vur neçə yazmalıyam? 3 yazmalıyam. Bala, 6 eləsin deyənə 2 düsturun x-idir. X birinci həddə olan x-dir. Deməli, 3-ə də vurmalıyam ki, bu 6x düzəlsin. Ona görə bura 3-ün kvadratını əlavə edib, çıxıram. Buradakı, bura qədər olan hissə nəyin açılışını görmüş oluruq? X çıx, 3-ün kvadratını görürük. Bax, bunun kvadratı var. Bunun da kvadratı var. Bunun buna hasilin 2 misli də var. Düsturdakı hər şey yerli yerindədir. Çıx 9, üstə gəl 17. Yəni, x çıx 3-ün kvadratı, üstə gəl 8. Buna deyirlər, kvadrat 3 hədlidən 2 hədlinin tam kvadratının ayrılması. Müxtəsər vurma düsturunu tamamlamaq üçün, yəni a kvadratı var, 2ab var, deməli burada b-nin kvadratı olmalı, b mənim 3-ümdür. 3-ün kvadratı olmalı, 3-ün kvadratını mən yazdım misala. Mən artırdığım üçün artırdığımı da azaltmalıyam, misalı öz başıma dəyişə bilmərəm. Misala nəsə əlavə edirsənsə, onun əksini də əlavə eləməlisən ki, bunlar gedəndə misal dəyişməsin. Amma məqsəd ondan getməyi deyil. Aydın mı? Məqsəd onu ayırmaqdır. X kvadratı üstə gəl, məsələn, 10x üstə gəl 11. Baxıram, x kvadratı, bu 10x, 2 vur x vur 5'dir. 5'in kvadratını əlavə elədim, çıxdım. X üstə gəlsin 5 kvadratı. 25 nədən? Yəni, x üstə gəl 5'in kvadratı çıxılsın 14. Bunu sadəcə yazdım. Bunları topladığım üçün tərzinə yazdım.
Mənə qalsa bir dəfəlik yazaram. Siz başa düşməyəsiniz deyənə 5-in kvadratının yeni 25-i olduğunu göstərdim. Sonra təzədən bir də yazdım ki, bu 25-dən, yəni mənfi 25-dən 11-i topladıq, mənfi 14 elədik. Aydınmı? Bunları 7-lərə keçmişsiniz orta məktəbdə, 8-lərə keçmişsiniz. Hal-hazırda 9-cu sinifdə kvadrat funksiyada tam kvadrat ayırmaqla təpə nöqtə tapmaq var, keçilir. Yəqin ki, yenə ya müəllimə qulaq asmırsınız, yəni inirsiniz, bilinmir onsuz da. Bəli. Parabola təşkil. Bəli. Parabolada bu dəqiqə, bilmirəm, az mövzası, orada tam kvadrat ayırmaq var. Biraz dəyişdik. Bu nəyin kvadratıdır? Bu 2x-in kvadratıdır, düzdür? Olmalıdır 2 vur 2x. Çünki A-nın yerində 2x-dir. Vur nə yazmalıyam? 1. 1 olmalı ki 4x arasında. B-imizin yerində 1 durur. Üzərinə gəlirəm 1-in kvadratını, çıxıram 1-in kvadratını. Altından xətt çəkdiyim hissə nəyin açılışıdır? 2x minus 1-in kvadratının açılışıdır. Mənim nə danışıb görürsən? Qulaq asırsan, ay sıçal. Nəyə başa düşmürsən, ay Murat? Elə bir şey, onları çıx bir düz getdi olur. Deyim, Murat, sənə qulaq asıram. Şimdi orada 4x'in kvadratı, yəni ki 2x'in kvadratı, şey var, en yukarıdakini deyirəm də. Hə. Mörtəzədən sonra 2x. Bax. Belə ki, üstlərini azaldırıq da. Bax. Net böləndən sonra. Murad. A plus B'nin kvadratı bala. A kvadratı plus veya minus 2A5'te gel B kvadratıdır. Yani birincinin kvadratı, birincinin ikinciye hasilinin ikincisi ve ikincinin kvadratı var. Ben bakıram ki bu nəyin kvadratını verir? 2x'in kvadratını verir. Ortada 2 düsturda var. O 2'dir bu. A'nın yerində bu durur A. Bəs yaxşı B'nin yerində nə yazmalıyam ki bu 4x eləsin? 1 yazmalıyam. Deməli B 1'dir. 1'in kvadratı da olmalıdır ki bu düstur tamamlansın. 1'in kvadratını mən əlavə elədiyim üçün mən də çıxmalıyam misaldan. Altından xətt çəkdiyimiz isə 2x minus 1'in kvadratını verir. Mənfi 1, yəni 1'in kvadratıdır, onsuz da mənfi mötərizdə olmadığı üçün mənfi öz yerində durur, 1'in kvadratı 1 elədir. Üstəgəl 7. O da 2x minus 1'in kvadratı, mənfi 1 ilə 7'ni toplayanda 6 edir. Buyurun siz yazın, görün ne yazarsınız. Bəli. Düzdür. Değil be. Değişti. Bir nəfər başa düşür, bəs sağ ol. Oyla bunu toplamaq olmur, ayvad. Xeyr, səhv yaz. De. 7x çıxılsın deyir. Ay bala, bu nəyin kvadratıdır? X-in. Bu 2 vur x vur 7 olmalı ki 14 x desin. İki düsturlu ikisidir. A'nın yerində x durur, B'de 7'dir.
Deməli, bura 7-nin kvadratını əlavə elədim və çıxdım. Bu hissə mənə x üstəgəl 7-nin kvadratını verdi. Bəli. Son belə deyildi. Yox, cavabı səfəmdir. Həlliyə olacaq. Minus 49 qaldı. Bir də üstəgəl 51. Yəni, x üstəgəl 7-nin kvadratı üstəgəl 2. Orada 2 qoyulsun 7x vur 1 yazmış. Mən də 7x niyə? Birinci vuruq x deyil bizdə. Belə yazmışsan. Hə, Allah. Hele yazmışım, bir dənə 2 yazmışım. Hele yazmışdım, bir dənə burası səhv idi. O nətər hele yazmaq oldu? Buyurun. Düz değil. Düz. Mən bakarsın. Sert değil. Görürsən toplama mı edə bilmirsən? Bundan şübhələnmə. Düz. Düzdür. Nə danışdığımı başa düşən 2-3 nəfər var hələ ki. Oldu 4. Oldu 5. 6. Düz getmirsən bala, düz getmirsən. Həli. 7. Aha. 8. Müəllim. Bu niyə bərabərdir? Mən 14x-dən aldı 3x. 4 Mən bakarsın. burada yazı olmaz. Müəllim. Aha, düz. Nə? Orada mən 3 vur x vur 4 yazı olmaz. Xeyr bala, xeyr. Düsturda birincinin ikinciye hasilinin 2 mislidir. Kefimizle yazmırıq. Amma 37 deyil. Ne olsun ki? Ha, belə bir şey axtarır, bəbi. Sən nə axtarırsan? Ha, 37 deyil. Ha, bu çift nədir? Bax, ay bala, x kvadratı. Bu 2 vur yazmalıyam, mütləqdir. Vur x, vur 6 yazmalıyam ki 12x tamamlansın. 6'nın kvadratını əlavə elədim, çıxdım. Buradan bura qədər olan hissə x üstəgəl 6'nın kvadratıdır. Bax, 6'dan xətt çəkdiyimizsə x plus 6'nın kvadratıdır. Burada mənfi 36, üzərinə gəl 43 var. Yəni, x üstəgəl 6'nın kvadratı üstəgəl 7. Mən 6 yerə 4 yapmışım. Ben 3 vur x vur 4 yapmışım. Niyə? Bax, niyə? Deyim də niyə düsturu anlamırsan deyə. Baxıram. Səhv. Səhvdir. Səhvdir. Mən bakarsın. Səhvdir. 2 vur. Hadi.
Aha. Ben görüm. Axırda səhv eləmirsən. Səhv deyil. Səhv deyil. Səhvin deyəcəm arada. Səhv deyil. Müəllim, bir an baxar. Hadi bu da Səhv deyil. Bəli. Bir dənə düz yazan var. Qalan heç kim söhbəti tutmayıb hələ də. Bu nəyin kvadratıdır? 2x-in kvadratı, düzdür? Deməli 2 vur, 2x vur 3 yazması. Ay bala, a-nın bu dəfə x deyil, axı a-nız 2x-dir. Orada a x idi, yəni mən 2 vur x vur 6 yazırdım. Burada a-mız 2x-dir. 2 vur, 2x vur 3. Düstur 2AB deyil, birincinin ikinciyə hasilin 2 misli. Birinci nədir? Budur. Deməli onda 2-də 3 olmalı ki, buranda 12x eləsin. Üstə gəl 3-ün kvadratı, çıx 3-ün kvadratı. İndi altından xət çəkdiyim hissə 2x minus 3-ün kvadratıdır. Üstə gəl 2 olur. Bəli, mənfi 9-dan da 11-i toplayanda üstə gəl 2. Qrupun hamısı 2x minus 6 yazır. Başa düşmürlər ki, ortada birincinin ikinciyə hasili deyəndə elə 2 vur x vur 6 yazmalı deyilik. Birinci bizdə 2x'dir. Axı siz 2x minus 6 yazanda, sonra onu atsanda 2 vur 2x vur 6 24x eləməlidir. Amma burada 12x. Bu belə. Bir məsələ bu. İkinci məsələ. Qruplara ayırma izah eləməliyəm sizə. Ortaq qrupun mötərizə xaricinə çıxarılması, qruplara ayırma. Bir var müxtəsər rüma süturlarının köməyi ilə qruplara ayırma. Bu, kvadratlar fərqi, kublar fərqi düsturlarına keçən dəfə yerinə yetirildi. Yəni, biz bunları məsələn 4a kvadratı çıx 1. Bunun qruplara ayrılması müxtəsər vurma düsturu ilə baş verdi. Bu 2a-nın kvadratı, bu da 1-in kvadratı olduğu üçün biz bunu 2a minus 1, 2a plus. Qruplara ayırma nə deməkdir? İfadəni hasil şəklində göstərmək. Yəni biz bunu bu qrupların hasili kimi yazdıq. Burada bizim yararlanmağımız müxtəsər rüma süturundan oldu. Və yaxud a kubu minus 8. Bunu qruplara ayır deyəndə mən burada müxtəsər rüma süturu görürəm. Yəni kublar fərqini görürəm. Ona görə eləyir a minus 2. Sonra birincinin kvadratı, birincinin ikinciyə hasili və bu. Yəni burada qruplara ayırma deyəndə biz kublar cəmindən, kublar fərqindən istifadə edərək ayırmalar var. Yəni müxtəsər rüma süturlar. Bunları keçən dəfə demişəm. Yenə də xatırladıram. İndi keçəcəyik bugünkü məsələmizə. Bu da x üstə gəl 3, birincinin kvadratı, birincinin ikinciyə hasili və ikincinin kvadratı. Bu heç. İndi gələk digər sadə vurgulara ayırmalardan. Ümumiyyətlə, vurgulara ayırma mövzusu orta məktəb 7-ci sinifə aiddir. Deməli, məsələn, 2a üstə gəl 2b. Biz bunların hər ikisindən 2-ni ortaq vuruq çıxarda bilərik. Qalar a üstə gəl b. Bunlar ən bəsit suallardır. Məsələn, 3x üstə gəl 15. Burada 3x-də 15-də ortaq vuruq nə var? 3 var. Bunu görməyən uşaqlar üçün yazaq. 15, 3 vur 5 olduğu üçün hər ikisindən 3'ü ortaq vuruq olaraq çıxardanda orada x qalır, o birisində də 5 qalır. 3'ü çıxartdıq çölə. Bu, sizin ibtidai siniflərdən bəri öyrənməli olduğunuz paylama qanunu adı altında deyilən bu qanundur əslində. Necə ki, vurub açanda hər birinə vururlar, buna deyilər paylama qanunu. Deməli, həmin qanuna görə biz buradan ora keçəndə ortaq vuruğu çıxardırıq, qalır bunlar. İbtidaidən öyrənirlər paylama qanununu. Yəni, biz burada hər ikisində ortaq olanı çıxartdıq. Məsələn, 4a kvadratı üstə gəl 2ab-dən ortaq vuruq. 2a. Bəli. Çünki o 4a kvadratı 2 vur a vur a deməkdir. Deməli, biz hər ikisində ortaq nə görürük? 2a görürük. 2a-nı çıxardanda orada a qalır, bu birisində də b qalır. Buna deyirlər ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Və yaxud
15x kvadratı üstə gəl 20x-dən. Şagird bunu əvvəl belə göstərirlər, düzələsin uşaq. Hə. 20 ilə 15-in içində 5-i görmək olar. O 5 vur, 3 vur, x vur, x-dir. Bu da 5 vur, 4 vur, x-dir. Bunu mən bir də yazını belə xırdalamayacağım. Hə, eşidirəm. Ortazıda 2A üstə gəl B olmuş. Bəli, 2-ni birini heç yazmamışam ki mən. Bəli. 4-ü 2 vur 2 yazmalıydım, düz deyirsən. 4-ü 2 vur 2 yazmalıydım, 2A 2 düz deyirsən. Bəli. İndi bunu ilk suallarda belə xırdalayırıq ki, başa düşəsiniz. Daha mən bunu hər dəfə belə eləyəsi deyiləm. Çünki 5 ilə, bax, ortaq vuruq 5 var, bir də x var. Ay bala, x var. Bax, burada x2-də nədir? Yəni 5 ilə bu x-i tutaq ki, götürdük. Nə qaldı? 3x üstə gəl 4 qaldı. Yəni bu adlanır vurğulara ayırma. Bu ən bəsitidir vurğulara ayırmanın. Məsələn, 12a-nın kvadratı b və 18ab-nin kvadratı. Bəli. Buradan ikisində də ortaq nə görürük? 6. Yəni 18 ilə 12 baxanda əboblarını düşünürük. 6 var. 2 vur 6, vur a, vur a, vur b. 3 vur 6, vur a, vur b, vur b. İndi mən bunların ikisində də ortaq nə görürəm? 6-nı, a-nı və b-ni ortaq görürəm. Ona görə də 6a, b-ni çıxardıram. Oradan qalır 2a, buradan da qalır 3b. Həmişə ən böyük ədəd götürürük də ortaqdan. Ədədlərdən ən böyük yox, ədədlərdən əbob götürürük, əbob. Ən böyük ortaq bölən, yəni hər ikisinin bölündüyü ən böyük. Hərflərdən isə, hərflərdən dərəcəsi ən az olanı götürürük. Yəni, məsələn, tutaq ki, 6, x kubu y, üstə gəl, 12, x kvadratı, y üstü 4. 6 ilə 12-dən nə götürmək olar ədəd olaraq? 6. 6. Burada x-in üstü 3-dür, burada 2-dir. Deməli, x-in üstü 2-ni götürmək olar. Burada y-dir, burada y üstü 4. Y-i götürdük. İndi orada nə qalacaq? Bir dənə x qalacaq. Buradan nə qalacaq? 2, y-in kubu qalacaq. Murad başa düşdü, nə deyirəm? Hardan çıxdılar? Düzdür mü? Ay, sağ ol. Deməli, bax, başa düşməlisən ki, sən ortaq vuruq seçəndə dəyişənlərdən, yəni hərflərin üstü az olan ortaq olur da. Çünki burada 3 dənə x var. Bunda 2 dənə x var. Deməli, ortaq olan 2 dənə x ola bilər. Burada bir dənə y var. Burada 4 dənə. Deməli, bunu artıq özücü müəyyənləşdirirsən. Deməli, 6, x-in kvadratı vur x, vur y. Burada da 6, x kvadratı, y, bir də 2, y-in kubu. Yəni 12-nin 6 vur 2 yazdım. X kvadratı, bir də y üstü 4 eləsin, nə yazdıq belə? İndi bunlarda ortaq vuruq nə görürük? 6, x kvadratı, y-i görürük. 6, x kvadratı, y-i götürəndə qalır orada x, burada da qalır 2, y-in kubu. Sonra, bəli. Məsələn, 5a-nın kvadratı b, üstə gəl 10ab, çıxılsın 15ab-nin kvadratı. Üçündən də ortaq vuruq. 5ab, bəli. 5, 10, 15-in əbu 5-dir, a-na b-nin də ən azı qüvvəti 1-dir. 5ab-ni götürdük. Bax, 5ab ayranda burada nə qalacaq? Bir dənə a qalacaq. Bundan 5ab-ni ayranda nə qalacaq? 2 qalacaq. Bundan 5ab-ni ayranda 3b qalacaq. Çünki 5ab, başa düşürək ki, 15-i 5 vur 3 yazdım. A, b də yazdım, bir dənə b də qalıb deyənə olur bu. Yəni, burada üçündən çıxartdıq ortaq qrup. Əhəmməd. Heç inanmadım. Başdın.
12 x kubu y çıxılsın 6 x y'in kubu üstə gəl 18 y kvadratı y kvadrat. Çıxarın görüm ortaq vurub. Ortak grup tutaraq biz hamısı. Qruplara ayrılır, yəni ortaq qrupu çıxartdı mütəzə xaricinə. Eləmir. Bunu çıxartdın. Düz. Məndə Düz. Düz. Düzdür. Bəli. Buna 8-dən nə var? 18 6 və 8 qalır. Düzdür. Düzdür. Belə olur. Batar. Baxın da. Aklım sənə. Böyle. Düzdür. İyi bala, iyi. Çatıyor musun oğlum? Ne de al bizim. Çatıyor bakalım. Buraya hava da. Burada üçün ne iş var? Şef yazmışsın ama. Bir dəqiqə, bir dəqiqə. Bax bunların üçündə də ortaq nə görürük? Ədəd olaraq 6 görürük. Hərflərin də üstü ən az bax. X-in kubu var, x var, kvadrat var. Ən azı x-in üstü 1 var. Y-in də ən az qüvvəti y üstü 1-dir. Hə. Müəllim, 6xy, Aha. götürürsə 2x kvadratı, çıxılsın y kvadratı, üstə gəlsin xy. 3xy. Aha. Bəli. Yəni baxırıq ki, biz oradan 6x y-i ayıranda qalır 2, bir də x-in kvadratı qalır. Burada 6x y ayıranda y kvadratı qalır, burada da 3xy qalır. Ben sadece 6x yazmayı ama 2x yazmışım. Maşallah, 6-dan 12 çıxartma olsa işdə. Sonra, məsələn, belə misallar. 5a minus 5b üstə gəl ax çıxılsın ay. Bu 4 dənəli ifadənin vurğulara ayrılması. Biz bunu 2-2 qruplaşdırırıq. Bu ikisindən nəyi çıxartmaq olar? 2-2 qruplaşdırırıq. 5-i çıxartdıq. A minus B. A'dan A'dan Yox, direkt səhv yazmışam. Üzr istəyirəm. AX çıxılsın BX yazmalıydım. ikisi çıxarır, A çıxarır. Bəli. A çıx B. İndi Mənful baxın, burada da yenə ortaq vuruq var. Nə var? A çıx B. A çıx B-ni ortaq vuruq götürəndə 5 üstə gəl x. Burada 5 qalır, orada da üstə gəl x qalır. Yəni bu da 2-2 qruplaşdıraraq vurğulara ayırmadır. Yəni biz bu ifadəni 2-2 qruplaşdırıb 4 dənəni o şəkildə vurğulara ayırdıq. Məsələn, 3n minus 12n üstə gəlinsin, lap belə yazım, çıxılsın, deməli, a m üstə gəlinsin 4an. Birinci və ikincidən nəyi çıxarda bilərik? 3-ü çıxartdıq. Nə qalacaq? M çıxılsın 4-in. O bir sərdən nəyi çıxardarıq? Mənfi A-nı. Nə qalacaq? M çıx 4-in.
Çünki mən mənfi A-nı çıxartdığım üçün burada bir mənfi qalmadı. Axı mənfini mənfiyə vuranda müsbət eləyir açanda. Ona diqqət eləməliyik. İndi buradan ortaq vuruq nə tapırıq? M çıxılsın 4N. Ona görə də qalır 3 çıxılsın A. Aydın oldu bu şəkildə. Sonra belə bir misal. Tutaq ki, x minus 1-in kvadratı minus 25. Bu necə alınır? Bu, müxtəsər vurma düsturunun köməyi ilə. 25-i nə görürsünüz? 5-in kvadratı olduğunu görürsünüz. Kvadrat. İndi, iki ifadənin kvadratları fərq. Elə ki, bu ötərsə bir də A-dır. A kvadratlıq B kvadrat. Bir dəfə x minus 1-dən 5-i çıxırıq, bir dəfə də x minus 1 ilə 5-i toplayırıq. Yəni, A minus B, A plus B. Kvadratlar fərqi düsturu. Onu da içində sadələşdirə bilərik də, toplaya bilərik. Bunları çıxa bilərik. X minus 6, x plus 4. Yəni orada x çıxılsın 1A-dır, 5-də B. A isə o. İki ifadənin kvadratları fərqi. Bunu bir A kimi gördüm, bunda bir B kimi. Ona görə A minus B, A plus B. Bunlar kvadratlar fərqi. Məsələn, belə bir misal tutaq ki, yazılıbdır. 4x kvadratı çıxılsın x plus 7-nin kvadratı. O 2x kvadrat. Bəli, bu 2x-in kvadratıdır. O da x plus 7-nin kvadratıdır. İndi, deməli mən bu açıq şəkildə yazacağım. Bir dəfə 2x-dən x üstə gəl 7-ni çıxmalıyam. Bir dəfə də 2x ilə x plus 7-ni toplamalıyam. Yəni A minus B, A plus B. Mötərizədə yazmağımın səbəbi çıxmanın dəyişəcəyini görə bilməyiniz üçündür. Yazıram 2x minus x minus 7, 2x plus x plus 7. Nə? 3x də gəl 7. Ama iki kişi öyle gitse bakın. Aydın oldu nə deyim? Eşidirəm de gəlsin. Ben bu aklımda 2x çıxılsın. Bu hardan gəldi? Ben burada... Niye minus oldu? Ben orada. Efendim, mötərizənin qabağında mənfi varsa, mötərizə atılan zaman daxildəki işarələr əksinə dəyişir. Müsbətdirsə mənfi olur, mənfidirsə müsbət olur. Məsələn, bir dənə də yazaq. Tutaq ki, 25x kvadratı çıxılsın, x minus 1-in kvadratıdır. Bax, bu 5x-in kvadratıdır. Bu da x çıx 1-in kvadratı, onsuz da görünür. Bir dəfə 5x-dən çıxıram x minus 1-i. Atanda o aslında Aha, indi açacağıq. 5x çıx x üstə gəl 1, 5x üstə gəl x çıx 1. Yəni 4x minus 1, 6x minus 1. Bura plus 1-dir. Səviyyət. Mən orada bir müsbət, bir mənfidir deyənə koydum. Mötərizənin qabağında mənfidir deyə, hə? O ikincisi. Buraya müsbət, ora mənfi. Yox, mən. Efendim? 5x. A çıx B, A üstə gəldi. Mən 5x üstə gəlsin, mötərizədə x çıxılsın bir var. Var. Orada bir müsbət, bir mənfidir deyənə çıx yazdıq da. Hara? Bura. 6. 6x. Bunu sadələşdirdim də, valla 5x-dən x topladım, 6x minus 1. Sən oradan niyə bura keçsən ki? Bunu yazıb sonra bunu yazmışam da. Yəni qaranlıq qalmasın deyə hər addımı yazmışam. Aydınmı? Bəli. A-nın kvadratı üstə gəl 2AB, üstə gəl B kvadratı çıx 9. Bu üçü A üstə gəl B-nin kvadratını verir, düzdür? 9-da 3-ün kvadratıdır. Yenə elə bil ki, A kvadrat çıx B kvadratı. Bir dəfə A üstə gəl B-dən 3-ü çıxacam, bir dəfə də A üstə gəl B- ilə 3-ü toplayacam. Belə də qalacaq. Çünki o şərhəl yoxdur, sadələşdirək. Aydın oldu. Bu da belə. Amma bizim qruplara